Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillah. Ve ala alihi ve ashabihi ecma'in. Allahümme salli ala Muhammed ve ala ali Muhammed. Rabbi eşrah li sadri ve yessir li emri ve ahlul ukdeten min lisani yefkahu kavli. Allah'ın selamı, rahmeti, bereketi, mağfireti üzerimize olsun. Allah subhanahu bizleri hakkı bölüm ona tabi olanlardan, batılı bilip ondan uzak duran kullarından etsin. Allahümme amin. İnşallah değerli kardeşler, geçen hafta bayram olduğuna göre inşallah ki dersimiz ertelenmiştir. Yani dersimiz olmadı. İnşallah bugün kaldığımız yerden Allah nasip ederse fıkıh derslerine devam edeceğiz. Biraz öyle bir xəstələnmişəm. Boynum, səsim gözləyə ki, elhamdülillah, Allah'a hamdolsun. Evet. Deməli kardeşler, geçen dersimizde kadınlarla bağlı mövzularımızdı. Onlarla ve güncel meselelere dokunduk. Elhamdülillah. Bugün inşallah yine namaz kitabındayız. Yani namaz ki İslam'ın ikinci şartlarındandır namaz. Ve İslam'da en önemli olan ibadetlerdendir. Kulun kıyamet gününde yani ilk hesaba çekileceği emel namaz olacaktır. Yani namaz hakikaten de ibadetler içerisinde en önemli ibadettir. Ve bu sebepten de yani fıkıh kitaplarında namaz bölümüne yani Kitab-ı Salah namaz bölümüne daha çok dikkat edilmesi gerekir. Bugünkü mevzumuz ne babıdır bu? İmam olma babı, yani imamın ehemmiyeti, namazda imamlığa kim layıktır vesaire olan bablar başlayacaktır. Bugün için sadece imam vazifesi, yani imamın görevi ve imamlığın fəziləti, imamlığın kıyamet gününde de dünyada da sababı əcri nedir? İnşallah ki Allah nasip ederse yani onu işleyeceğiz. Deməli birinci bilinməlidir ki yani İslam'da burada müellif deyir ki bu vazife hadihil vazife yani diniye el muhimme çok mühim bir vazifedir. Yani imamlık vazifesi çok mühim bir vazifedir. Öyle bir vazifedir ki Resulullah sallallahu aleyhi ve sellem özü elleti tevellaha kim Resulullah sallallahu aleyhi ve sellem özü bu imamlık vazifesini yerine getirmiştir. Ve aynı şekilde onu Hulafâ er-Raşidun Raşid olan halifeler de yani bu imamlık vazifesini en güzel şekilde nedir? Yerine getirmişlerdir. Yani bu hem namaz imamlığını yerine getirdiler, namazda imamlığı elediler ve aynı şekilde de onlar halife de oldular. Yani halifeler de imamlar adlandırılır, Müslümanların önderleri. Ve bu hakta ümumiyyətlə imamlıq hakkında fəzilətlər çox gəlir ki, imamlığın kıyamet günündə Peyğəmbər Aleyhisselatü Vesselam'dan gelen bir hadiste İmam Tirmizi'nin, İmam Ahmed'in rivayet edilmiş olduğu hadiste yani üç kısım insan var ki onlardan yani bir tanesinde kıyamet günündə Allah'ın razı kaldığı bir misk tepesi olacak ki yani bir kokulu bir misk tepesi olacak ki oraya çıkacaklar ve ki ve zekere enne minhum onlardan bir tanesi de o kişidir racülen o kişidir ki yani emme kavmen ve hum bihi nedir? Radiun. Yani onlar nediler? Öyle bir kavmin de bileyim ki bir kişiden razı kalıp imam tayin ettiği insanlar ki var onlar kıyamet gününde Allah'ın razı kaldığı kimselerden olacaktır. Yani imamlık vazifesini aslında insan can atmalıdır. Ama insan o vazifeni yerine getirebilecekse.
Başka hadiste Peygamber sallallahu aleyhi ve sellem diyor ki enne lehu minel ecri misle ecri men salle halfe. Yani imamın ecri, yani hem öz ecri var hem de arkada kılanların sevapları da imama var yani. İmam 2 kat ecir kazanmış olur. Hem namaz kıldırdığı imamlığıyla hem de arkasında ne kadar insan olursa o insanlığın ecri de imamı gelmiş olur. وَلِهَذَا كَانَ بَعْضُ sahabe. Ve bu sebepten de diyor Resulullah sallallahu aleyhi ve sellem'in ashabı Peygamber sallallahu aleyhi ve selleme yakulu diyorlardı ki cealni imamen kavmi, yani öz imamıma öz kavmime imam ile. Ki bunun ecrini, mükafatını bildikleri için Allah Resulü'ne öz kavimlerine, öz tayfalarına imam olmağı isteyirdiler. Şimdi bu babdan bakarsak, bugün Müslümanlar veyahut da ki ne de Şeyh bu da zikrediyor ki lakin diyor maalesef şedid yani efsuslar olsun ki diye bu günler biz nera fi vaktine, yani bizim vaktimizde hâzâ ketiren min talebetil ilim, yani ilim talebeleri neydiler? Bu vazifeden yüz çevirirler. Yani insanlara önderlik elemekten yüz çevirirler. Ve bu barədə neyinirlər? Səhlankan davranırlar və insanlara imamlıq eləmək, namaz qıldırmaq və başına toplamaq ki, onlara bildiklərini öyrətmələri üçün əlindən gələni etmirlər yəni. Kim etmir? Elm tələbələri xüsusən də. Halbuki yəni burada böyük bir əcir vardır, böyük bir mükafat vardır və şeytan əslində onların uzaq durması ilə sevinir. Çünki nəyə görə? Bugün bir elm tələbəsi bir özünün millətindən, məsələn, talışsalar, ləzzidirsə ləzzilərə, tatlısa tatlılara, kürdürsə kürdlərə, türkdürsə türklərə, yəni öz millətinə, öz xalqına, öz belə deyim ki, həm yerlərinə, yəni namazda imamlıq eləyə bilmirsə, namazda öndərlik eləyə bilmirsə, elmi məsələlərdə onlara öndərlik eləyə bilmirsə, o zaman o elmin, o öyrənmiş olduğu o elmin ondan nə faydası vardır? Və bu səbəbdən də ilk öncə bir elm adamına, yəni məcbur olmadıqsa, öz məmləkətini tərk edib, başqa bir məmləkətə gedib fayda verilməsi doğru deyil yəni. Yəni bu günləri bir elm tələbəsinin, belə deyim ki, öz məmləkətini məcbur olmadıqca tərk edib getməsi doğru deyildir yəni. Yəni nə etməlidir? Öz toplumuna fayda verməlidir. Amma bugün baxırsan ki, yəni elm tələbələrinin bugün görəvi nədir? Gedib Misirdə oxuyub gəlirlər, Mədinədə oxuyub gəlirlər, Yordaniyada oxuyub gəlirlər. Tərcümanlıqla məşğullar. Yəni Qəbəliyə adam daşıyırlar. Qubaya adam daşıyırlar. Peki bu suç onların da mı? Yox. Onlar onu təbii ki ailələrini, uşaqlarını, evlatlarını saxlamaları üçün edirlər. Yəni onlar gedib əzəb-əziyyətlə orada oxumadılar ki, elm tələbələr. Gəlsin burada mürşid-i siyahi işləsinlər. Yəni belə deyim ki, getsinlər, insanları gəzdirmədə öndərlik eləsinlər. Bunun səbəbi insanların onlara, zəngin olan insanların, imkan sahibi olan, şirkət sahibi, mal sahibi, varlıq sahibi olan insanların nədir? Elm tələbələrinə sahib çıxmadıqlarına görə məcbur şəkildə bunlar ya taksi şoförü istəyirlər, ya gedib ətir satırlar, ya rayonlara adamlar daşıyırlar və zaman gəldikcə şeytan da onları tamam bu yoldan uzaqlaşdırır. Və buna görə səbr etmək lazım. Bu məsələdə keçimli az bir saxladıqdan sonra qısa bir zamanda yəni əldə etdinsə, həmən uzaqlaşman lazımdır. Yəni elmə yönəlmən lazım. Çünki elm tələbəsi bu günləri, yəni bu işlərlə uğraşdığı zamanda onun elmə, oxumağa, dəvətə, insanlara öndərlik eləməyə heç bir vaxtı qalmayacaqdır. Peki o zaman nə olmuş olur? O zaman toplum günahkar olur, elmdən məhrum olur, toplum cahil olur, toplum günahlara girer, haramlara girir, şirkə girir və onlar üçün də bu üzürlü olmur. Peki o zaman dəvət vacibdirsə, dəvətin
ayakta kalması için, insanlara elm öğretilmesi için gereken bütün lavazımatlar da vaciptirse مَا لَا يَتِمُ الْوَاجِبُ اِلَّا بِهِ فَهُوَ الْوَاجِبُ. Yani vacibi tamamlayan her bir şey de nedir kardeş? Vacibi tamamlayan her bir şey vaciptir. Bir şey elim davet eləmək vacibdirsə, onu tamamlayan ne gerekirse o da vacibdir. Eğer bugün elm talebesinin vaktini başka şeye sarf etmesi onu elimden uzaklaştırırsa, onu davetten uzaklaştırırsa, o zaman kavmin, o tayfanın elm talebesine el tutup yardım etmediği için onlar da günahkar olmuş olurlar. Çünkü farz, davet farz-ı kifayedir. Yani bir kısım yerine getirirse diğer kısımların üzerinden düşer. Yani bu günlerde elm talebeleri azdır. Barmaqla sayılacaq kadar elm tələbələri var. Hansı gedib bu günlər mürşidi siyahi olan və ya tərcümə mərkəzləri açıb və ya ərəb dili mərkəzləri açıb və ya Quran tədris mərkəzləri açıb pullu olaraq bu işlə məşğul olan tüm tələbələrə soruşsan, ixlas sənət eləmir, hamısı məcburiyyətdəndir. Yəni heç birisi gedib bu işlə məşğul olmağı asla və asla istəmirlər. Çünki bir çoxsuyla mən yaxınam, tanışımdır. Onlar məcbur etən ailəsinin, uşağını saxlamaq üçün və verən əlin alan əldən üstün olduğu üçün, başqalarına ehtiyaclarını gedib deyə bilmədikləri üçün və başqaları da bu işi görərkən minnətlə gördükləri üçün, başqaları da yardım edərkən, zəkatının, sadaqasını verərkən, yəni başını, fitrini belə doğrayıb verdiyini görərkən, təbii ki, insanlar bunu nədir? İstər-istəməz qəbul edəməyəcək. Peki sadece bu mudur? Elm tələbələrinin bu yola gələn? Yox. Elm tələbələrinin əziyyət çəkib, bəzi var ki, məsələn, mən tanıyıram ki, adamlar ac qalmağa da razıdır. Adamlar susuz qalmağa da razıdır. Amma və lakin, dəvətə icabət edən insanların sayı az olduğu üçün, dəvətə dəstək vermədikləri üçün, elmə dəstək vermədikləri üçün, yəni keçmiş olduğu, eləmiş olduğu bu dəvət prosesindəki əziyyətlərin qarşılığını görmədiyi üçün, yəni insanların dəvət umurunda olmadığı üçün, elm insanların umurunda olmadığı üçün və məcbur olur, neyniyir? Deyir, bu topluma əgər elmə ehtiyac yoxdursa və tərk edib gedib başqa şeylə məşğul olur. Yəni biz bunu bugün görürük ki, toplumun dərslərə qatılmaları, elmi məclislərə qatılmaları, zikir məclislərlə qatılmaları elmə nə qədər dəyər verdiyini göstərir. Elm məclislərinə gəldiyi zamanda da, yəni insanların əlindən, yəni telefon, mesajlaşma telefonu düşmür, hala da ticarət edirlər. Hələ cümə namazında belə insanlar baxırsan ki, telefonla ticarət edirlər. Cümə məscidində, cümə namazında, imamın qarşısında imam xütbə verərkən dinlədikləri zaman belə baxırsan ki, ticarətləri əlindən düşmür və bu isə onlara günahdır və bu ticarət batildir və caiz olmayan bir alış-verişin içərisindədirlər. Belə olduğu zaman da tələbələr də istər-istəməz neynirlər? İstər-istəməz yorulurlar, istər-istəməz buna həvəsləri qalmır. Zaten insanoğlu zəifdir və bir yöndən də şeytan, əlhamdülillah, yəni vəsvəsə verir və tərk edir. Çünki evə gəlir, evdəki yemək istəyir, ailəsinin ehtiyacı var, uşağın ehtiyacı var və bunlardan səbəb sorarsa dəvətdən də bir nəticə almayınca, necə nəticə almayınca? İnsanlar, müsəlmanlar umursamayınca, baxın, mən sizə altını qırmızı xətlə cizirəm. Müşriklərin dəvəti icabət eləməməsi mənim kimi bir dəvətçinin imanını artırır. Bir İslam düşmənindən mənə gələn ox qan damarımını genişləndirir və ürəyimi daha da qüvvətləndirir və imanımı artırır. Elm tələbələrinin, dəvətçiləri üzən sıxıntı tevhid adı altında, İslam və din adı altında olan müsəlmanların bu dəvətə belə deyim, səhlankar yanaşıb dəyər verməmələri, incitmələridir bunlar incidən. Yəni imkan sahibi olan insanlar, vaxtı var, dərsə gəlmir, vaxtı var, imkanı var, maşınla dərsə gəlmir, ibadətə gəlmir, zikrə gəlmir, faydalanmır, fayda vermir. Ürəyi istədiyi zamanda keyfinə görə gəlirsə, biri elm tələbəsi də illərlə ömrünü gedib, mən məsələn indi bugün bizim evladımız Misirdə oxuyur, qardaşlarımız Misirdə oxuyur, mən illərlə
Yani Şam'da, Suriye'de okumuşam. Yani ne kadar əziyyət çəkdiyimizi bilirik. Ailemizden uzak kalıb, uşaqlarımızdan uzak kalmışıq, əziyyət çəkmişik. İnsanlar bu əziyyəti değerlendirmek istəyir. Yani insanlar bunun karşılığını görmek istəyir. Ve Müslümanlar tarafından da bunun karşılığı verilmeyince insanoğlu ister istemez küsür. İnciyir. Şeytan vesvese verir. Biz Allah Resulü'nün mübarek şehirinde Medine'de yani yaşamırıq. Biz Mekke'de yaşamırıq yani. Biz Ömer radıyallahu anh hilafetinde yaşamırıq yani. Biz İslam'dan uzak, özünü İslam'a nispet eden bir kavimle küfürü seçen, şirki seçen, cahiliye içerisinde yaşayan, haramları halal, halalları haram edeyen, Allah ve Resulün kitabını bir kenara bırakan, şeytan ve onun ordusunun dini ve yolu üzerinde giden, dünyanı özüne ilah edinen, para pulu özüne ilah edinen bir toplumla karşı karşıyayıq ki, bizlerce o toplumun içerisinde olan, o toplumun içerisinden çıkan insanlarıq. Ve bunun için bizim üzerimize düşür ki insanlara La ilahe illallahı, tevhidi, hakiki İslam'ı, Allah'tan aldığımız hakiki İslam'ı, Peygamberimizden öğrendiğimiz doğru İslam'ı insanlara anlatmakla mükellefiz biz. Biz onu onlara anlatmalıyız. Ve bu meselede de Müslümanlar destek vermelidir. Müslümanlar malıyla destek vermelidir. Canıyla destek vermelidir. Bir Müslüman ticaretini sadece ailesinin, uşağının, evladının geleceği için değil, İslam'ın geleceği için ticaretini artırmalıdır. Geleceği için ticaretini kurmalıdır. Bəs Müslümanların beytülmalı var, devletlerde bu günler vergi var. Vergi Nazirliği, Maliye Nazirliği, bəs bunlar ne içindir? Bir devleti ayakta saklayan bunlardır. Bugün bir küçük bir İslam cemaati, küçük bir İslam devleti, küçük bir İslam'ın formalaşması için bunlar gerekli meselelerdir. Çünkü insanlar bu günleri İslam'a azdır. Ve onlara İslam'ı Allah Resulü'nden öğrendiğimiz şekilde insanlara bizim nedir? İslam'ı anlatmamız lazımdır. Allah bizi bu konuda muvaffak etsin. Ve bundan sebepte bu günleri davetçiler davetten çekinmemeli ve önderlik olmalı. Ve bir de bunu da qeyd edeyim ki tabi istisna olmak şartıyla genelde toplumlarda önder olan, lider olan imamlık elm ehline düşür. Elm ehlinin haricinde olan insanlar ise onların etrafında olup onlara nedir? Destek vermelidir. Ve Şeyh devam ederek diyor ki bu öyle bir əməldir ki aslında Müslüman aslında cezifəllediği yenbaği lehum yani Müslümana əslində düşen el-qiyamu biha bi ciddi yani bütün gücüyle, bütün varlığıyla, bütün naşatıyla yani mutluluğuyla, bütün böyle diyeyim ki hoş üzüyle, bütün böyle diyeyim ki enerjisini bu işin içine katarak hesabını da vehtisab lil ecri indallah ecrin Allah katında olduğunu inanarak ecrini Allah'tan gözleyerek bu işe başlamalıdır. Yani bırakmalıdır bu insanların elm tələbəsine sahip çıkmamağı, bırakmalıdır bu kasıblığı, bu yola girecek. Allah ona bir kapatacak. Bazen Allah imtihan edir. O imtihanı kesmek lazımdır. İnşallah sen o imtihanı yani kestiğin zaman da bakacaksan ki hakikaten de sen doğru dürüst bir şekilde yani bu yolda ilerlediğini göreceksin. Fetalebetil ilim yani talip olan ilim talebeleri insanlar içerisinde davette ve imamlıkta, önderlikte, hususen namaz ve insanların önünde durmakta en layık olan insanlar ilim talebeleridir. Ve nedir? Ki emellerin içinde zaten en salih emeller onlardır. Ve bu bize tevatür şekilde yani onu söndürdü sese göre soğuk göre. Biraz ve ki bize imam yani gelir ki yani tevatür şekilde yani bu işe ehil olan insanların öne çıkması, imamlık eləməsi lazımdır. Cemaat namazında, Ramazan ayı gelir, teravih namazlarında, Ramazan ayı gelir, böyle Kurban Bayramı gelir Kurban Bayramında, Ramazan Bayramında veyahut da ki cümə namazlarında veyahut da ki diğer namazlarda ilim tələbələri yani bu işe en layık olan insanlardır. Nedir? İnsanlara imamlık eləsinlər. Ve tabii ki indi burada bu imamlık meselesinden sonra insanlara en layıklı olan insanlar
bu məsələdə kimlərdir? Birinci olaraq fəl-əvlə olan birinci kimlərdir? Bil imaməti, yəni imamlıqda ən gözəl Quran-ı Kərimi oxumağı bacarmağı. Quran-ı Kərimi ən gözəl oxumağı bacaranlar. Yəni bu arada mən keçən yoldan gəlirdim və Şamaxı məscidində namaz qılmaq istədim. İçəri girdik ki, insanlar cəmaat namaz qılırlar. Yəni baxdıq ki, yəni mən imamın oxuduğuna baxdım, elədim içəridə bir mərsiyə deyirlər. Yəni gerçəkdən də mən o məsciddə, o gözəl Şamaxının gözəl cümə məscidində, yəni belə deyim ki, elə bir imamın, yəni yaşlı bir adam, tamam başı göz üstədir. İmanlı ola bilər, takvalı ola bilər, alim də ola bilər, amma gözəl şəkildə qiraat oxumağı bacaran birisi insanların qəlbini oxşayan, xuşu verə bilən bir insan olması daha güzeldir. Və bu da deyir ki, ən birinci imamlığa layiq olan insan Quran-ı Kərimi ki, yucilu qiraatil Quran, yəni Quran-ı Kərimi ən gözəl şəkildə oxuyan, necə yəni, bi'ənnə, ya bu bilir nədir, yərif nə bilir, məxaricil huruf, hurufları, hərfləri oxumağı bilir, yəni bir Fatihəni oxumağı bilir, tamam mı? Onu gözəl tələffuz eləməyi bilir və qiraatı yaxşı bilir, yəni normal olaraq oxumağı bilir, yəni ta ilə təni qarışdırmır, da ilə dəni qarışdırmır, sə ilə səni qarışdırmır. Bunların arasında nədir? Ayrım edə biləcək şəkildə hərfləri oxuduğu zaman da ağzından çıxacaq tüm hərfləri ayrı-ayrılıqda öz məxrəcindən çıxarda bilən bir insan nədir? İmamlığa ən layiq olan insandır. Və bu, indi bununla bərabər həm bu imamlığa, həm də müsəlmanlara ümumiyyətlə öndərlik elədiyi zamanda da bir insanın öndərin də İslam elmlərindən də və Qurandan da tamamilə xəbərdar olması lazımdır. Ki, burada deyir, lazım olan odur ki, bu adam qiraati ilə bərabər, ma'zəlikə ya'rif fiqh salə, yəni namazın ərkanını da bilməsi lazımdır. Yəni, qiraat ilə bərabər bir də nə bilməsi lazımdır? Namazı fıkhını da bilməsi lazımdır. Yəni namazın əhkamını bilməsi lazımdır. Yəni وَمَا يَلْزَمُ فِيهَا, yəni namaza gərəkli olan şeyə, kəşurut, namaza şərtlərini, ərkənlərini, vaciblərini və onu pozan şeyləri bilməsi lazımdır ki, Resulullah sallallahu aleyhi və səlləm mə əxrəcəh Buxari təliqən fi kitab-ül əzən kəmə İmam Müslimdə bunu, bu hədisi rivayət etmiş, müttəfəqin aleyh hədis olan ki, Peyğəmbər Aleyhisselam ki, sizə ya ummu, kim imamlıq eləsin, nədir? Əl-qavmə ki, əqra'uhum li kitabi, Allahın kitabını ən gözəl şəkildə oxuyan insan. Yəni Allahın kitabını ən yaxşı oxuya bilən bir insan, insanlara imamlıq eləməlidir. Və mə varada bi mə'nəha minəl əhədisi sahihə, yəni bu konuda hədislər çox gəlmişdir. Və mimmə yedullu alə, yəni buna dəlalət edən ki, yuqaddimu, kim önə keçir imamə, imamlığa kim önə keçməlidir? Quran-ı Kərimi bilən, Quran-ı Kərimi oxuya bilən insan ki, aynı şəkildə Quran-ı Kərimi bilən deyərkən, Allah Resulü'nün zamanında Quran-ı Kərimi bilən insan deyəndə, yəni ma'a, yəni fıqh-ı salə, namazının fıkhını da bilən, çünki Allah Resulü'nün zamanında Quran-ı Kərimi bilən, yəni insan deyilərkən, namazın əhkamını da bilən insan nəzərdə tutulur. Fədəstəvə fil qiraə, əgər ikisi də gözəl oxuyursa, o zaman fıqih elmində daha fıqihdən alim olan insan. İki elm tələbəsi var, yan yanadır. Hər bir elm tələbəsi özünü əslində tanıyır. İmamlığa kim layiqdir deyə bərabər, sən də yaxşı oxusan, mən də. Tamam mı? Gəldi fıqhdan bilir, yəni əlhəmdülillah. İndi fıqhda kim yaxşı bilirsə, mən yaxşı bilirəmsə, mən önə keçməliyim. Sən fıqh namaz ərkanında, fıqhdan sən daha yaxşı bilirsənsə, sən önə keçməlisən. Yəni bu qaydadır. Ki, əgər kim daha öndədirsə, əgər burada əgər fıqhla Quran-ı Kerim'de eyni olduğu zamanda فَاِنْ كَانِ فِي qiraatdə səvə, o zaman bunda da fıqhda da qiraatdə də eynidirlərsə də,
o zaman sünneti ve Allah'ın dinini daha yaxşı kim bilir? Sünneti daha yaxşı kim bilir? O kesimlerdir. Çünkü لِأَنَّ الْاِحْتِيَاجِ الْمُسَلِّ اِلَى الْفِقْهِ yani musallinin, namaz kılanın fıkha, kıraatten daha çok ihtiyacı var. Çünkü لِيَنَّ مَا يَجْبُ فِي الصَّلَاةِ مِنَ الْقِرَاءَةِ مَحْسُورًا yani namazda okunan şeyler bellidir. Ama velakin وَمَا وَقَعْ فِيهَا مِنَ الْحَوَادِسِ yani ama namazın içinde öyle hadiseler baş verirse gayri mahsur yani bu nedir? Belli değildir. Çoktur, sayı çoktur. Ona göre kıraati eyni olanlar fıkhı da eyni olarsa o zaman fıkıhta daha çok fakih olan insan, tecrübe sahibi olan insan, namazda daha çok tecrübe sahibi olan insan olmalıdır. Eğer baksak ki namazda qıraati eynidir. Bunu elm tələbələr bəzən yerinə yetirmirlər. Bu da mən çox görürəm elm tələbələrini. Baxırsan ki, kimsə özünü üstün görürlər. Əslində elm tələbələr bir arada olarkən çalışmalıdırlar ki, bu şeyləri riayət eləsinlər. Hamı özünü yaxşı bilir, fıkhını da, elmini də. Amma burada Allah üçün önə keçmək lazımdır. Əgər baxsalar ki, fıkhları, elmləri, dərəcələri eynidir, o zaman bu da nəquddimə kim? Əl-əqdəmül hicra və yaxud da ki, hicrət edən və ilk öndə kim iman edibsə. Yəni sizin içinizdə bu dəqiqə itirəm biz elm tələbəsi hamımız burada və 5 də elm tələbəsi kim önə keçməlidir? Artıq qıraatda eyni olduq, fıqhda eyni olduq. Yəni bu səfər nədir? Sünnətdə daha öndə olan, sonra isə keçir nə hicrət və yaxud da ki İslamda kim daha çox imam sahibidir? İman sahibi. Yəni daha kim daha çox daha əvvəl İslam'a giribdir yəni. Və yaxud da ki kim hicrət edibdir? Min biləd-i şirk ilə biləd-i İslam. Bunlar önəmlidir. Əgər bunlardan da bərabər çıxarlarsa da, bərabər hicrət ediblərsə, o zaman nədir? Quddimə kimlər önə keçir? Əkbər sinnən. Yaşı daha böyük olanlar. Bax, hamısının neyini gəldilər ha? Qiraət. Tamam mı? Birinci neydi? Qiraət. Fıkıh eyni oldular. Qiraətdə eyni oldular. Fıkıhda eyni oldular. Sünnətdə eyni oldular. Bu səfər hicrətdə də eyni oldular. Axırıncı gəlir yaş. Əgər yaşı səndən böyükdürsə, o zaman geriyə çəkir, qoy qabağa dursun. Bu İslam əhkamıdır, qardaşlar. Yəni burada durub, belə deyim ki, başqa fikirlər söyləmək doğru deyil. Bu İslamın kuralıdır. Biz buna uymamız gerekir. Və Resulullah sallallahu aleyhi ve sellem deyir ki, bunların hamısı sizdə bərabər olduğu zaman və sizə imamlıq böyük olanınız deyir, imamlıq eləsin deyir. Bu Allah Resulü sözüdür. Muttafaqun aleyhidir. Liənnəl əkbər sinni fil İslam, İslamda yaşı böyük olan insan fəziləti də böyükdür və o adamın Allaha və liənnəhu aqrabu iləl xuşu və xuşuya icabəti daha çoxdur. Dua eləməyə daha yaxşıdır. Və bu konuda da zaten Allah Resulü'nün Ravahu Müslim'dən İbn An Əbi Məs'ud Əl-Bədridən gəlir ki, Peyğəmbər s.ə.v demişdi ki, sizlərdə birinci kim imam olsun? Allah'ın kitabını daha çox bilənlər, əgər onlar qiraətdə eynidirlərsə, yəni ikisi də eynidirlərsə, o zaman sünnəti bilənlər, yəni fıkhı bilənlər, فَاِنْ كَانُوا فِي السُنَّ سَوَى sünnətdə də eynidirlərsə də, فَاَقْدَمُهُمْ o zaman nədir? Ən birinci kim olsun? Hicrət olanlar. فَاِنْ كَانُوا فِي الْهِجْرَةِ سَوَى əgər hicrətdə də bərabərdirlərsə də, o zaman yaş cəhətdə olanlar önə keçsin. Demək bu kimin sözüdür? Allah Resulü'nün. Yəni buradan da biz bir şey öyrənmiş oluruq ki, fıkıh qaydalarını tək-tək belə bölən hədislərin əsasında bölürlər. Yəni fıkıh kuralları, fıkıh qaydaları yəni öz hava və əvəzlərinə görə yazılmayıbdır. Yəni fıkıh kitabları Quran və sünnətin işığında və alimlər də fıkıhda iştihad elədikləri bablar hədisə və Qurana görə iştihad eləmişdir. Və qalə Şeyxülislam İbn Teymiyyətə rahimehullah. Allah rəhmət eləsin İbn Teymiyyə. İbn Teymiyyə deyir ki, Allah Resulü deyir, burada deyir, birinci deyir, fəzilət sahibi, elm sahibini öne çıxardı ki, namazda, imamlıqda ən öndə olan insanlar Allah'ın kitabını bilənlər, Peyğəmbər sünnətini bilənlərdir. Eğer burada eyni olanlarsa da salih əməllər hicrətdir.
Eğer bunlar da eyni olarlarsa o zaman yaşdır ve belə bu şekilde değil, imamlığı değil biz nəzərə almalıyıq. Ona göre biz indi imamlıkta bizim aramızda Müslümanlarla bir arada olduğumuz zamanda daha hürmetli, daha pullu, daha zengin, daha imkanlı insanlar değil, daha elimli, daha sünneti bilen insanları öne seçmeliyiz. Bazen bakırsan ki Müslümanlar buna o kadar da önem vermirlər. Ne deyirlər? Deyirlər ki falan kəs olsun. Niye? Cəmaatın içində biraz yaşlıdır. Ama neye göre? Puluna göre. Yani elm meselesi hala birinci mərhələlə gəlinmiyor. Dirək yaşı böyükdür, imkanı var. Və yaxud da ki köhənə iman edibdir. Ama bundan önce bu gəlir. Yani bakın ha. Yaş və hicrət ən axırıncıdır. Yaş, hicrət ən axırıncıdır. Birinci nədir? Elm. Elmdə qəsd olunan, Quran-ı Kərim oxumaqda qəsd olunan nədir? Qiraət ilə bərabər fıqih olmaq. İkinci fıqih nədir? Daha sünnəti daha çox bilən insanlar. Yəni bu sırayla gəlir yəni. Ona görə bu sıraya diqqət eləməliyik. Namazda imamlıq edə biləcək kişinin birinci sıramlığı qiraəti, Quran-ı Kərimi yaxşı oxumalı. Quran-ı Kərimi oxuduğu qiraəti, elmi qəsd edərkən içərisində namazın əhkamı, fıqhını bilməli və sünnəti bilməli və bunlar bərabər olarsa qiraət, sünnə, elm bunlar beraber oldu. Sonra sünnet de beraber oldu. Ondan sonra kesilir hicrete. Eğer hicret de beraber olursa o zaman kesilir neye kesilir? İslam'da daha önde kim iman edip veyahut da kim hicret edip. Buraya kadar inanıram ki bir anlaşılmazlık yoktur. Elhamdülillah buraya kadar her şey öz gaydesindedir. Sonra ise ve hunake itibarat, bazı burada itibarlı bazı yerler var. O yerlerde namazda o insanların imam olması bu saydığımız şeylerin dahilinde değildir. Bunlara ait değildir. Anladınız mı burasını? Şimdi zikredeceğim şeyler az önce zikredilen şeylerine bağlı değil. Yani bu saydığım şəxslər ki var, 1, 2, 3 tane şəxs sayacağım. 3 tane sifət sayacağım. Bu sifətə malik olan insanlar imamlığa her zaman öz yerlərində imam olmağa en layıqlı olan insanlardır. Anlatabildiniz mi? Bildin mi? Bildiniz mi? Anlayabildiniz mi yani? He? Yani bu sayacağım indi az sonra sayacağım sifətlər, bu sifətlərə sahib olanlar imamlıq eləməyə ən layiqli insanlardır. Nerede? Yerlərində. Onların varlığında, onlar bir toplumun, bir cəmaatın və bir cəmaatla beraber hazır bulunursa, onların imamlıq eləməyi az önce saydıklarım nedir? Ona daxil değildir. Yani bunlar varsa, bunlar sayılmaz. Anlatabildim mi? Oturmadı. Oturmadı da? Yok, yerine oturacağım. Oturdu değil mi? Yaxşı. Birincisi İmamul Mescid Er-Ratib İzâ kâne ehlen lil imameti. Yani mescit var. O mescide imam tayin olunup ve imamlığın da bütün ehkamını bilir ve onun ehlidir. Eğer onun ehli orada imam olarak tayin olunursa, onun yerine hiç kimse keçebilmez. İlla yani lem yeczi en yuqaddime aleyhi gayr. Başkası geçebilmez. Velev kâne ondan daha faziletli olsa da illa bi iznihi. İzni olmalıdır. İmam tayin olunursa bir mescide veya bir topluma mescid şart değil. Bir mescide imam tayin olunursa yani o şeyler ülkelerde güclü bilir ondan da geçerli değil, hayır. Yani bir mescide bir imam tayin olunursa artık o mescitte imamlığa layık olan insan odur. Ve toplum ondan razıdırsa ve imamlık eləməyə əhliyeti varsa, tamam mı? Nedir? Ehlen lil imameti şərtdir. İdə kâne şərtdir bu.
İzə kənə əhlən lil imaməti. Yani imamlığa ehildirse. Eğer imamlığa ehil değilse o zaman orada daha ehil olan kimse o kesmelidir. Bir yere bir nefer imam təyin olunub. Lakin hamısı ummudur. Yani avamdır. Prost en yaxşısı budur. Ama ehil deyil yani. Anlatabildim mi? Ehil deyil. Mecbur olarak oraya təyin olunubdur. Mesela hansısa bir kəndin Hədə seçenek yok. Elə budur. Bunların içində bu seçim. Lakin İslam, mən açıqlayacağım, səbiriniz olsun. Biraz səbirli olun. İçinizdəkiləri biraz boğun saxlayın, mən açıqlayacağım sizə. Yani mecbur olarak kavm bunu seçib, alternatifi yoktur. Tamam mı? İslam əhkamına, fıkhına göre etibarən bundan imam olmaz. Mecburiyyətən imam təyin olunubdur. Çünkü en ümmiləri imamlıq eləməyə en layık olan insan budur ona görə. Əsl etibarilə, fıkıh etibarilə, əhkam etibarilə imamlığa layık değildir. Bu durum olmadığı sürece imamlığa kim təyin olunursa odur. Tamam mı? Yani biz gerek diyebilmeliyiz ki bir mescide bir imam təyin olunubsa onun arkasında geldiği bir xəlifə, bir sultan, bir cumhurbaşkanı. Sən çəkil kənara sultan gəlir. Əmir gəlir. Yo, gəlsin də başım gözüm üstə. Gəlsin, arkada dursun. Mən namazımı qıldırım. Bəli, tələb budur. Eğer o imam əhildirsə, bak yenə deyirəm, imamlığa əhildirsə, tamam mı? Oturdu. Şükür Allah'a. İndi gəlirik sahibul beyt. Birinci mövzu. Ehliyyət üçün qiraətin və fıkhın tam olması yeterli değil bu iki şey. Tabii ki. Yani bu iki şey tam... Elim. Elimden kıraat. Tamam. Sahibul beyt izə kânə, o da aynısı. Yuslih ve yaslih imametu. Yani imamlığı bütün əhkamı biləcək bir dərəcədə, yəni fıkhı bilib, imamlığa yenə layiq olan bir adamdırsa ev əhli, o imam olmalıdır. Eğer imamlığı, qiraəti yoxdursa, namaz fıkhı yoxdursa, o məclisdə ondan daha elmli sahibi kim varsa, onun evi de olsa o kesməlidir. O fıkhı sahibi, o elm sahibi. Ama yok, o onlardan daha elmlidirsə, o zaman onun özü olmalıdır. Yani ev sahibi olması hak kazanır. Ama şartı nedir? Qiraatı bilsin, namaz əhkamını bilsin, namazın fıkhını bilsin, oxuduğunu güzel şekilde bilsin. O zaman o daha layık olan bir şeydir. Tamam mı? Ve ama dediğim ki ama yok, bunda yoktursa da lem yezzi, yani caiz değil ki ahad onu kessin illa, yani onun izniyle. Diyeyim ki adam elm əhlidir, özü hocadır. Mesela tutarım ki hocadır, elm adamıdır özü, imamlığı eləməyi bilir. Başka bir elm adamı bu adamın evine gelip o icazə versə, istediği insan ne edə bilər? Onun evində nedir? İmam olabilir. Üçüncü sultan. Eğer bir yerde sultan varsa, onun naibi varsa, kimse cemaat namazında, cümə namazında, toplumda onun önüne keçebilmez. Bak, mescid imamı ile sultanı karıştırmayın. Burada ədəbdəndir ki, imam ona izin versin, onu dəvət eləsin. Ümumiyyətlə ədəbdəndir ki, bir insan özündən daha elmli, daha vəzifəli, daha belə hörmətli şəxs görərkən onu təqdim eləməsi onun imamın əxlaqından, tərbiyəsindəndir. İndi sultandır, məsəl üçün bayram namazıdır, sultandır cümə namazıdır, sultandır hacdadır, ümrədədir, yoldadır, səfərdədir. Hər hansı bir yer toplumla qarşı-qarşıya gəldiyi zaman da toplanmışıq bir yerdə, məsələn, Cumhurbaşkanı toplanıb, Müslümanlar da ətrafında toplanıbdır. Namaz vaxtı gəldi və bu səfər nədir? En orada layıklı olacak insanlara namazı kıldıracak Cumhurbaşkanı. Yani halife, imam, önder, yani o olmalıdır. Veya onun naibidir veya onların təyin ettiği, onların kimi təyin ederse onların olması gerekir. Ve buna da Peygamber Aleyhisselatü Vesselam'ın Sahih Müslim'de gelen hadiste ki, yani bir kişi bir kişiye evinde imamlığı eləməsin və yaxud da ki sultanlığında da